Asın. Mən danışım, siz də yavaş-yavaş qulaq asın. Təbii ki, sonda belə deyək də, kimin neçə düz, kimin neçə səhv yazdığını mütləq şəkildə soruşacağam. Deməli, bu suallarımız belə deyək də, Word-ü əhatə etməklə, yəni dövlət qulluğu imtahanı üçün Word də daxil olmaqla istifadə etdiyimiz çox elə imtahan sualı da özüdür. Dövlət qulluğunda istifadə olmuş imtahan sualıdır çox. Deməli, başlayaq birinci sualdan. Deyir, kursor yerini növbəti abzasa dəyişmək üçün hansı bənddən istifadə edilir? Növbəti abzasa kursor yerini dəyişmək üçün. Bax, kursorun yerini növbəti abzasa dəyişmək üçün. Demir ki, abzasın yerini əvvəlki abzasını əvəz etmək üçün. Əvəz etmə desəydi, bu olardı. Ctrl Home sənədin əvvəlinə keçir. Shift Alt aşağı seçilmiş abzasa bir abzas aşağı yerini dəyişir. Növbəti sözü varsa bu aşağı ox ola bilər və yaxud sağa ox ola bilər. Yəni növbəti sonrakı olduğuna görə. Ona görə Y də çıxdı, qaldı bir də C variantı burada. Kursor yeni növbəti abzasa dəyişmək üçün Ctrl aşağı oxdan istifadə olunur. Sadəcə aşağı oxsa sətrin, kursorun növbəti sətrə keçməsini təmin edir. Bu ikinci sual AS-nin imtahan sualıdır. Deyir ki, hər hansı qovluqda test.doc faylı saxlanılır. İstifadəçi həmin qovluqda dərs ad qovluğu yaradır. Gəlin bir dənə bu sualı kəsim, səliqəli. Onun üzərində danışım ətraflı. Bir də üzr istəyirəm. Deyir ki, hər hansı bir qovluqda test.doc faylı saxlanılır. İstifadəçi həmin qovluqda dərs ad qovluğu yaradır. Mən bilmirəm X qovluğundayam da. X qovluğumun adını bilmirəm hansı qovluqdur. X qovluğundayam. Onun içərisində hər hansı bir qovluqda test.doc faylı var idi. Yəni bunun içində test.doc var imiş. Test.doc. Slash də tərsinə çəkdim. Test.doc var imiş. Test.doc beləymiş. Sonra istifadəçi həmin qovluqda, yəni X qovluğunun daxilində dərs ad qovluğu yaradır. Yəni bunun içərisində nə olur? Dərs ad qovluğu olur. Və faylı ora daşır. Yəni test.doc faylını onun içərisinə atır. Onda belə olur da, doc. Onun içərisində olanda. Daha sonra istifadəçi dərs qovluğu daxilində ikən, dərs, yəni bunun ikən, iki səviyyə yuxarı qalxır. Bax, dərs gəldim X-ci qovluğu. X-dan da əvvəl hər hansı bir Y qovluğu var, onun içərisinə keçir. Və həmin qovluqda proqram doc faylını silir. Düzdürmü? Silinən faylın tam adını bu formada olarsa proqram doc faylı. Deməli, Y-ci qovluq imtahan qovluğuymuş, onun içərisində onu. Test.doc faylın daşınmaya qədər ki, tam adı hansı ola bilər? Deməli, belə bir şey deyim də sizə. Deyir ki, proqram doc faylını silir. Test.doc bu, belə deyək də, dərs qovat qovluğunu yaradıqdır. Bu daşınmaya qədər deyirsə, dərs olmayacaq. Əvvəlcə. Ona görə dərsləri çıxıram variantlardan. Qalır bir dənə, bax, burada bu, belə deyək də, bunun sileşi düşməyib. Bax, bunun sileşini mən burada qoymaq yadımdan çıxıb, qalır C variantı. D. İmtahan, fəal, test.doc. Yəni, dərs qovluğu əvvəldə olubdur. Ondan sonra yaranıbdır. Başa düşdüm. Daşınmaya qədər dediyinə görə dərsi cavaba götürmürəm. Qalır D. İmtahan, X-ci qovluq. Elə bil ki, belə deyək də, 20-ci qovluq imtahan imiş. X-ci bax, bu qovluqda fənn imiş. Test.doc olur C var. Məsələ budur. Düzgün cavab olur C. Burada bir dənə bunun sileşini qoymamışam. Növbəti sualımıza baxaq. Deyir, BRICS əmri nə üçün nəzərdə tutulub? Bilirsiniz ki, bu page birik var, eləcə birik var. Page birik yazılan layoutda, daha doğrusu insert tabındadır. Bax, buradadır. Bax, burada insert tabındadır. Page birik yazılan, klaviatura qısa yolu Ctrl Enter'dir. Amma eləcə biriks yazılan layoutdadır. Bu page birikdən daha çoxdur imkanlar. Adi page birik səhifələrin kəsilməsini həyata keçirirsə, mətn növbət səhifənin əvvəlindən yazırsa kursorun dayandığı yerdən, amma biriks yazılan çox, belə deyək də, sütunların bölünməsini, tək və cüt səhifələrin bölünməsini, elə səhifələrin bölünməsini həyata keçirə bilir. Gəlin variant oxuyaq. Sənədin səhifələr arasındakı məsafəni təyin etmir. Bir x bölməni həyata keçir. Sənədin iki yerə bölünməsi və asanla müqayisə. Müqayisəni həyata keçmir.
Qeyd olunmuş abzasları bölərək formatlarını ləğv edir. Formatla bağlı iş görmür. Sənədin pəncərəsini dayanır. Sənədə səhifə bölmək və sütun kəsimləri əlavə etmək üçündür. Y variantıdır. Üçüncü sualımız. İlkin proqram maşın dilinə çevirən proqramı müəyyən edin. Proqram təminatına aid olan bir sualdır. İlkin proqramı maşın dilinə çevirən əlbəttə ki, burada translyatordur. Və onun iki növü var. İnterpretator və kompilyator. İnterpretator hər hansı bir proqramı hissə-hissə tərcümə edir, maşın dilinə çevirir. Amma kompilyator belə deyək də, bütövlükdə tərcümə edərək çevirir. Məsələ budur. Aydın oldu yəqin ki. Bu getdi. Burada driver xarici qurğun işini edən proqramdır. Məsələ budur. Utilit kompüterimizin fail sisteminə və disk sahəsinə xidmət edənlərdir. İnterfeysdə əlaqədir. İdentifikatorda heç lazım deyil. Burada cavabını translator. Beşinci sual. Deyir, doğru fail adını müəyyən edin. Deməli, biz öyrənmişik ki, ümumiyyətlə, diqqətli baxsaq beşinci sualımıza, failin adında nə olar, olmaz. Bir dənə baxaq. Bax, failin adında sual işarəsi olmaz, ulduz işarəsi olmaz, kiçikdir, böyük işarəsi olmaz, dırnaq işarəsi, iki dənə dırnaq işarəsi, ha, tək dırnaq işarəsi olar. Olmaz. Xəttin üç halı olmaz qəti şəkildə. LPT 1-dən LPT 9-a olmaz. COM 1-dən COM 9-a olmaz. Out sözü olmaz. Null sözü olmaz bir dənə ilə. Print sözü olmaz. John sözü olmaz. Bunlar tək yazılsa, bax bu sözlər varmı? Bax bunlar tək yazılsa olmaz. Bunların yanına balaca bir nöqtə qoysan olar amma. LPT, buyurun, Söz yazarım mən. Bağışla sözü kəsiləm. buyurun. Mən dərsliklərdə LPT 0, LPT 9 yazıb, COM 0, COM 9 yazıb. Windows 11-də artıq LPT 1, LPT 9 ona Bir də görə. mən AUX 1 yazıb. Out 1 yazmaq olar. Out sözü tək olmaz. Aha. Bax, LPT 1-dən LPT 9-a olmaz. COM 1-dən COM 9 arası olmaz. Bunlar COM sözü tək yazısı olar, LPT sözü tək yazısı olar, amma onların yanına 1-dən 9 rəqəm yazsan olmaz. Və əlavə olaraq bunlar genişlənmə hissəsində ikinci hissədə istifadə oluna bilər. Birinci hissədə failin adında istifadə oluna bilməz. Burada iki nöqtə çıxdı. Burada C variantında düz xətt çıxdı. D variantında sual işarəsi çıxdı. Y variantında artı cavab qaldı B variantı. İkinci hissədə olar da pırın söz. Deməli, bu sualımızın cavabı da oldu B. Növbəti sualımıza baxaq. Sənəddə abzas nişanını əks etdirən əmr hansı let tabında yerləşir? Bizim abzaslarla bağlı işimiz home tabındadır adətən. Bu layoutdan da mümkündür. Layoutdan abzasın sadəcə soldan, sağdan və aşağıdan, yuxarıdan məsafəsini təyin etmək olar. Amma əsas məsələ home tabındadır. Abzasın göstərici bax bu tərsinə pi işarəsidir. Kontrol ulduzdur qısa yolu. Yəni burada düzgün cavab Y variantıdır. Page Setup Lent qrupu hansı taba daxildir? Yenə Word. Siz öyrənibsiniz ki, Page Setup Layoutda Page Setup qrupu görürsünüz buradadır. Düzgün cavab burada nədir? D variantıdır. Deməli, növbəti sual, 8-ci sual. Kontrol panel pəncərəsinin piktoqramlarının hansı görünüş rejimləri var? Gəlin kontrol paneli açaq, görək hansı görünüş rejimləri var kontrol paneli. Kontrol panel nastroyka, yəni sazlanmanı həyata keçirmək üçün nəzərdə tutulmuş şeydir. Burada 3 dənə görünüş rejimi var. Kateqoriya large, small. Amma iş masasının kontekst menüsündə medium, small, large var. Fərqi var budur. Deməli, burada indi baxsaq əgər, deməli, kateqoriyadır, kateqoriya. Niyə yazmadı? Üzr istəyirəm. Kateqoriyadır, large-dır, bir də nədir? Small-dur. Bir də üzr istəyirəm. Hə, indi yazdı deyəsən. Bizə dəqiqə gözləyir, zəhmət olmasa təzədən açın. Bəzən belə şeylər olur. Hə, deməli, harda qalmışdıq? 8-də qalmışdıq, düzdürmü? Large oldu, kateqoriya oldu, bir də nə oldu? Small oldu. Yəni 1, 4, 6. Düzgün cavab A variantı. Detailsdir, mediumdur, tilesdir, contentdir, listdir. Bunlar belə deyək də, File Explorer pəncərəsinin görünüş rejimidir.
Doqquzuncu sualımız da Windows 11 ilə bağlı sualdır. Sonuncu imtahanda istifadə olunan sualdır. Deyir, start düyməsini tapşırıqlar panelindəki mövqeyi taskbar settingsinin əmri hansı bölməsindən həyata keçirilir? Biz bilirik ki, artıq bax bu start düyməsinin yerini dəyişə bilirik. Start düyməsi standart halda düz mərkəzdə olur. Amma biz istəsək onu nədir? Bu sol küncə, yəni taskbarın sol küncünə yerini dəyişə bilərik. Köhnə versiyalarda, yəni Windows 10 əməliyyat sistemində bu mümkün deyildi, amma artıq Windows 11-də mümkündür. Siz istəsəz start menunun yerini dəyişə bilərsiniz. Hardadan? Bax bu taskbar behavior'ın daxilindən taskbar alignment əmrindən elə bu mümkündür. Center eləsən mərkəzdə, left eləsən solda olacaq. Bu sualımızın düzgün cavabı burada nədir? Taskbar behavior. Aha. Taskbar settings'in o hissəsindən. 10-cu sualımıza baxsaq əgər, deyir, ana plat üzərində yerləşən qruplara aiddir. Çox rahat sualdır. Elə imtahana düşüb deyə mən də bu sualı bura yerləşdirdim. Deməli, burada sayğac yerləşir, Cmos da yerləşir, takt impuls generator da yerləşir, səs kart da yerləşir. Amma biz dərsi keçəndə öyrəndik ki, HDD-dir, yəni sərt disk. Sonra qida blokudur, bir də disk oxuyuculardır. Sistem blokunun daxilində olmağına baxmayaraq, ana platanın üzərində yerləşir. Şəkildəki lent qrupu hansı lent tabında yerləşir? Bax, sizə demişəm, footnote yazılan yerləşir referens tabında. Bu da imtahan sualı olub. Bax, referens tabında səhifə sonunda sözü açıqlama verir. Amma footer yazılan, header yazılan və yaxud o yerləşir insertdə. Footerda sərlövhədir, calling title'dur. Hər səhifənin əvvəlində header, hər səhifənin əvvəlində footer, hər səhifənin sonunda istifadə olunur. 12-ci sual. Bu sual həm magistr, həm dövlət qulluğunun imtahan sualı olubdur. Noyabr ayında dövlət qulluğuna 2025 il. 2026-nın may ayında da magistraturaya düşüb. Deyir, 12-ci sual doğru mülahizəni seçin. Case texnologiyası mürəkkəb informasiya sistemləri yaratmaq üçündür. Əlbəttə ki, düzdür. Kompilyator, translyator adlanan xüsusi proqram vasitələrinə aiddir. Kompilyator, translyatorun bəli, bir növüdür. Kompilyator proqram sətirlərini birbaşa tərcümə edir və eyni zamanda yerinə yetirir. Yəni, belə deyək də, bir növ biz bilməliyik ki, kompilyator bütövlükdə tərcümə edir, amma interpretator nədir? Hissə-hissə tərcümə edir. Geri qayıdaq buradan. Maşın dilindəki proqram ilkin proqramdır. Yox, proqramlaşdırma dilindəki proqram ilkin proqramdır. Maşın dilindəki yox, ona görə 8 çıxdı. Interpretator translyator adlanan xüsusi proqram vasitəsinə aiddir. Düzdür. İnisiallaşdırma proqram təminatının setup CIS proqramının köməyi ilə quraşdırılmasıdır. Yox, bu səhvdir. Bu installaşdırma o demək deyil. İnstallaşdırma xarici yaddaş dostuna kompüterin informasiyanın sərt diskinə yüklənməsi. Bu setup'ın yüklənməsidir. Ona görə bu səhvdir. Interpretator kompilyatordan fərqli ilkin proqram bütövlükdə tərcümə maşın dilinə çevrilir. Bu səhvdir. Deməli, bu yenə kompilyatorun yox, interpretatorun tərifidir. Bir də burada dördüncü düzdür. Qalır bir dənə nə? 1, 2, 4, 7. Yəni Y variantı. Aha. 12-ci sualımıza baxaq. Bu da fevral ayında dövlət qulluğunun imtahanına düşmüşdü. Gəlin görək bu sualda bizdən nə istəyir. Biz əslində bu suallarla bağlı nümunələr çox işləmişik. Amma burada diqqət çəkən bir məqam var. Deyir, aşağıdakı mətn fraqmentinin üzərində insert table, table convert to text table əmri tətbiq olunmuşdur. Alınmış cədvəldə neçə xana boş qalır? Biz həmişə azəni işarəliydik belə. Deyir, diyarıcı simvol kimi ya vergül, ya ulduz bir şey olurdu. Bu dəfə də sleşi yazıblar. Amma diqqətli baxsaz, Azənin qabağında işarə qoyublar. Komasın qabağında. Yəni, işarəni qoyublar. Bu onu göstərir ki, sən ayrıcı simvol olaraq vergül istifadə edəcəksən. Bu vergül işarə göstəricisidir. Yəni, burada amma bu Azənin qabağında olsa sağa sleş istifadə edəyərdim. Deməli, biz onda vergülə görə işləyirik. Ad, Qasım. Burada vergül yoxdur, ona görə hamısını götürürük. Leyla Mühasib, Asim. Sonra Malik Lənkəran. Bu birinci sütun. Burada boşqanın heç nə olmadı. İkinci şəhər, Bakı. Bax, gəldi burada boşxana. Bənna 600, 1400. Bir dənə boşxana burada qaldı.
Vəzifə məhəkkür slash yox, vergül yoxdur, birbaşa götürürük. Məşqçini də birbaşa götürürük. Gəlirik bura boş. Düzdürmü? Altdakı da boş. Bax, bu da boş olur. Bu da boş olur. Fikir verdi. Bu da boş olur. Olur 4 dənə. Yəni boş xanamız. Cavab olur C variantı. Yəqin ki, aydındır sizdə. Bu getdi B. Yəni burada da olur C. Nəzərinizdə olsun. Növbəti sualımıza baxaq. Deməli. Hə, deyir 13-cü suala baxmalıyam eləm hələ. Hə. Deyir bunu da kəsək götürək. Zəhmət. Aha. Burada deyir ki, aşağıdakı hansılar qrafik fail genişlənmələri. Əlbəttə ki, biri birdir. Əməliyyat sistemlərinə aid olan bir şeydir. S-Vectors. Bu arxivatora aid olan bir şeydir. S-Vectors. PNG qrafik faildir. Bark failin sürətidir. BMP qrafik faildir. Exe icra olunan faildir. PSD qrafik faildir. PST yazılsa elektron poçtdur. PSD yazılsa qrafik faildir. Yəni 4 dənə. Yəni 1, 3, 5, 7. Aha. 14-cü sualımıza baxaq. AS-nin imtahan sualıdır bu sual. Yanvar ayında düşmüşdü. Deyir, mətndə verilmiş bütün imtahan sözlərinin qalın şriflə və qırmızı rəngdə. Bax, imtahan bu formada olsun. Qalın şrif və qırmızı rəngdə verilməsi üçün replace all düyməsini icra etməmişdən əvvəl hansı əməliyyatı yerinə yetirmək lazımdır? Siz belə deyək də, home-un daxilində bu replace-in içərisində, bax bu bölmədə biz nəyisə əvəz edirik, düzdürmü? Bax, indi deyir, bütün sözlərin, imtahan sözlərini qalın şriflə yazsın və qırmızı olsun. Əvəz eləyən, eləməmişdən qabaq imtahan sözləri normal yazılmışdı. Onu qalın şriflə qırmızı rəngə çevirmək lazımdır. Da bax, bu formatdan fonta keçərəm və buradan, belə deyək də, ifadəni, rəngini seçərəm. Birinci qalın şrift eləyərəm, sonra da buradan rəngini seçərəm. Qırmızı rəng qutaraq çıxar gedir. Məsələ budur. Yəni, burada düzgün cavab belə A variantıdır. Bu format düyməsində. Neçənci sual idi bu? 14-cü sualımızın cavabı olur nə? A variantı. Nəzərimizdə qalsın. 15-ci sual aparat təminatına aid olan bir sualdır. Bu da imtahana düşüb 2025-in avqust ayında. Video yaddaş nə üçün istifadə edilir? Video yaddaş video kadrları yadında saxlamaq üçündür. Və video yaddaşın ən belə deyək də xüsusiyyəti o idi ki, görüntünün keyfiyyəti birbaşa video yaddaşın tutumundan asılı idi. Yenə deyirəm, video yaddaş video kadrları yadında saxlamaq üçündür. Deməli, burada qrafik rejimli informasiyanın üzərində nöqtələr üzrə piksellərin verilməsi üçün deyil. Bu video kartdır. Bax, burada C-dir. Monitorun ekranına çıxarılan kodlaşdırılmış video təsvirləri saxlamaq üçündür. Və elektrik enerjisindən asılıdır. 16-cı sualımız deyir, xidməti servis proqramlarının funksiyasına aiddir. Ada deyir ki, proqram mətnlərini maşın koduna çevirmək. Bu, translyatorun funksiyası instrumentala aid olan bir şeydir. Əməliyyat sisteminin imkanlarını genişləndirmək. Bu gözləsin. Komuterin işini idarə etmək sistem proqramının baza hissəsinə aid əməliyyat sistemidir. Komuterin periferi rolu əməliyyat sisteminə əlaqələndirən driverdir. Yeni proqram yaradan instrumentaldır. Burada cavab B-dir. 17-ci sual. Daxili qurğunun işini idarə edən mikrosxem adlanır nə? Chipset. Amma xarici qurğunun işini edən mikrosxem kontroller adlanır. Xarici qurğunun işini edən proqram isə driver adlanır. Şin əlaqədir. Qida bloku da cəryanı təmin edir. Cəryan, dəyişən cəryanı sabit cəryana çevirir ki, qurğular xarab olmasın. Windows 11 əməliyyat sistemində File Explorer pəncərəsində obyektlər hansı görünüş rejimində obyektlər orta ölçüdə olur? İndi gəlin onu göstərəcəm sizə. Baxın, orta ölçüdə olmaq demək odur ki, böyük deyil, kiçik deyil. Bax, bu small onsuz da ki, aydın məsələdir ki, kiçik olur. Listə də kiçik olur, göstərəcəm. Contentdir, bax, göstərdim. Kiçik ölçüdə olan, böyük ölçüdə olan. Birinci taizdən başlayaq. Ümumiyyətlə, bax, burada biz bu view-nun daxilində ekstra large icon çox böyük olur. Large icon böyük olur, medium normal olur. Mediumda orta ölçüdə normal olur. Small balaca olur. Görürsünüz, sətr üzrə əlifba sırası ilə düzülür. List. Bax,
Listlə smallda eyni ölçüdə olur. Yəni listə də kiçik olur. Detailsdə də kiçik olur. Tailsdə amma normal olur. Aha, kontentdə də belə deyək də normal şəkildə olur. Normal ölçüdə olur. Tailsdə də, kontentdə də normal ölçüdə olur. Orta ölçüdə olur yəni. Yəni burada düzgün cavab 1,6 bizə deyir, gözləyin görün. Biri 6 olacaq, biri 1 olacaq, bir də başqa var. Detailsdə balaca olacaq. Content məzmun deməkdir. Bax onu göstərmədim sizə. Bura baxın zəhmət olmasa. Content. Bu rejimdə necə olur? Bəs content rejimində də normal ölçüdə olur. Yəni nəzərimizdə qalsın. Bir də content olacaq. 1, 2, 6. Məsələ budur. Aha. 14-cü sual. Yenə bayaqki tip sual tipi ikinci dəfə istifadə olunubdur burada. Deyir, doğru fail adlarını müəyyən edin. İstədim bundan 2 dənə sual olsun, çünki çox düşür bunlardan imtihana düşəndə. Doğru fail adında LPT 1 olmur. 2 dənə arq sözü yanaşı yazıla bilər. Yəni onda olur, bir dənə olsa olmaz. LPT 0 da olur failin adında, com 0 da olur. Bu işarə olur. Biz deməmişik ki, bu işarə olmur. Bu işarə olmur. Bax, bu not görə çıxır. Burada da 2 nöqtəyə görə çıxır. 2, 3, 4, 5. Yəni A variantı. Aha. 20-ci sual. Deyir, sınaq qrupusun əsas təyinatı nədir? Sınaq qrup bu, belə deyək də, Windows 11 ilə bağlı gələn bir yenilikdir. Bax, belə bu formada qruplaşdırır, müxtəlif pəncərələr ayırır. Belə deyək də, başlayaq görək hansı variant gəlir. File Explorer-də obyektləri müxtəlif əməklərə görə qruplaşdırmaq. Bu, təbii ki, deyil. Widgetlər paneli heç burada. Klaviatura yolu WinW-dur. Bu da deyil, əlbəttə ki. Sizə deyil, gözləyin. Hə. Sonra, bu da getdi. Bir neçə pəncərəni ekranın müxtəlif sayında qruplaşdırıb bilgilə geri çağırmaq üçün. Bax, burada düzgün cavab nədir? C variantıdır. Məsələ budur. Bu da deyil, eyni proqram pəncərəni bir proqram tərkibində qruplaşdırmaq da deyil. Ən düzgün cavab C variantıdır 20-ci sualda. 21-ci sual, bu da imtahan sualı olub aprel ayında. Fail virusları hansı genişlənməyə malik failləri yoxdur? A variantında zip-lə, rar, jar, bunlar arxiv faillərdir. Bunlara yoluxur. C variantında XLS, elektron cədvəl, PPT, PowerPoint, doc, mətn faylıdır. Buna da yox. MP3, AV, VAV bunlar musiqidir. TXT, RTV, PDF. Bunlar da TXT mətn, RTV mətn, PDF də yenə mətn. Burada cavab B variantı. Com, exe, bat. İcra olunan faillərə yox. B variantı. 22-ci sualımız deyir, simvollar arası məsafənin hansı formaları var? Biz simvollar arası məsafəni home tabının daxilində, fontun içərisində advanced bölməsindən belə deyək də, bax burada spacing əmri var. Bunlar simvollar arası məsafəni təyin etmək üçündür, yəni hərflər. 3 dənə forması var. Normal, expanded, condensed. Belə bir şeydir. Deməli, biri 1-dir nağda. Sonra biri 4'tü, biri də 6'dır. 1, 4, 6'dır. 23-cü sualımıza baxaq. Görək nə istəyir 23-də bizdən. Deyir, hansı təklif doğrudur? Xarici qurğun işini idarə edən kontroller idarə edir. Bir dənə bunu kəsək. Aha. Deyir ki, xarici qurğuların işini kontroller idarə edir. Bu düzdür. Xarici qurğu kontrollerdir. Eyni anda emal edilə bilən informasiya bitlərinin miqdarı prosesorun mərtəbəsi ilə bağlıdır. Bəli, bu düz cümlədir. Videoplat informasiya daşıyıcısı deyil. CD-R bir dəfə yazıla bilən və bütün yazının silinməsindən sonra təkrar yazıla bilən diskdir. Xeyr, CD-R bir dəfə yazıla bilən diskdir. Elə bir anlayış yoxdur, o elvədir. 1 ilə 2 də elə bu sualımızın cavabı A variantıdır. Sadəcə etdi. 24-cü sual deyir, cədvəlin daxili və yan xətlərini necə silmək olar? Baxın, bir dənə cədvəl yaradım burada sizə. Insert tabının daxilindən tables bölməsindən buradan cədvəlimizi yaratdıq. Bir dənə bunları bağlayayım. Aha. Baxın, siz bu yaratdığınız cədvəllə bağlı iş görsəz əgər, deməli, baxın, onda table designla bu cədvəlin sadəcə dizaynı dəyişə bilərsiniz. Yəni, dizaynla bağlı iş görərsiniz. Əsas table layoutdadır. Bax, bununla bağlı işlər.
Cədvəlin yan xəttlərini biz ümumiyyətlə bu cədvəlin daxili xəttlərini ancaq bu pozanla poza bilərik. Onu ərazi belə içindəki ilə bir yerdə silir. Ayrılıqda mı xəttləri ancaq bu pozanla poza bilərik. Deməli burada düzgün cavab nədir? Həmin xəttləri qeyd edib ərazi. Bax B variantı. Başqa heç. Kompüterdə informasiya mübadiləsi zamanı ən böyük sürətə malik olan yaddaş qurğusu hansıdır? Daxili yaddaş qurğularından ən sürətlisi registr yaddaşdır, sonra keşiş yaddaşdır, sonra əməli yaddaşdır. Burada registr olmadığına görə cavab C-dir. 26-cı sual deyir, seçilmiş diaqramla işləmək üçün hansı kontekstual etabından istifadə olunur? Biz öyrənmişik ki, diaqram əlavə edəndə table designla layout açılır. Siz bilin ki, bax, imtahana düşmüşdü ki, sonuncu iyun imtahanına. Deyirdi ki, şəkillərlə işləmək üçün hansı tabdan istifadə olunur? Sən götürüb insert yazanmazsan ora. Sən insertdən şəkil əlavə edirsən. Sən şəkillərlə işləmək üçün şəkil əlavə edəndə formatdan iş görürsən, yəni format üzərində. İndi burada da diaqramı əlavə edirsən, chart, düzdürmü? Diaqramlarla bağlı iş görəndə table designla, chart designla format açılır. Burada da format olmadığına görə var imiş, üzr istəyirəm, Y variantıdır. Tadı getdi. 27-ci sual istəyirəm izah edeyim. Bu sonuncu iyun qəbul sualıdır. Bununla bağlı sual bugünkü iyul imtahanı, yəni ayın 5-də olan imtahana da düşmüşdü. Bunun oxşar yenə bir klaster məsələsi düşüb. Başlayaq buna bir baxaq. Biz dərsimizi keçəndə öyrənmişik ki, bir fayla bir klaster yerləşir. Düzdür? Bax bunu bilirik. Bir fayla bir klaster yerləşir. Və demişik, məsələn, tutaq ki, 27 kilobaytlıq bir məlumat 4 kilobaytlıq klasterdə yaddaşda nədən yer tutur və yaxud neçə klaster eləyir deyəndə 27-nin öz 4-ə bölürmü? Yox. 27-dən sonra 4-ə bölən neçə kilo var? 28. Deməli, bu 28 kilobayt yer tutacaq. 28-də 4-ə böləndə neçə eləyəcək? 7 klaster eləyəcək. İndi bu sualımızda qulaq asaq. Boş qovluğa həcmləri 4, 7, 12, 21, 24 kilobaytlıq olan 5 fayl var. Və klasterimizin ölçüsü 6 kilobaytdır. İndi 4 kilobaytlıq məlumat 6 kilobaytlıq klasterdə elə 6 kilobaytın yerini tutur və bir klasterə yerləşir. Yəni bu yaddaşda 6 kilobayt yer tutur da. Bilirsiniz, yerdə 2 kilobayt heç nə yazılmır. 4-dən sonra 6-ya bölən 6-dır. 7 kilobaytlıq bir məlumat 12 kilobaytın yerini tutur və 2 klasterə yerləşir. 12 ilə 12-nin özünü yerini tutur. 2 klasterə yerləşir yaddaşda. 21-nin özü 6-ya bölünürmü? Yox. 6 kilobaytlar klasterin özü. 21-dən sonra 6-ya bölən neçə var? 24. 24 kilobayt. 24 6-ya bölən neçə düşəcək? 4. 24 ilə 24-ün özünü tutur. İndi davam edeyik. Deyir, listə yazdıqdan sonra listəki həcmi informasiya həcmindən çox olan fayllar. Bax, listəki həcmi informasiya həcmi 4-dür. Listəki həcmi neçədir? 6-dır. Yəni, listəki həcmi informasiya həcmindən çoxdur. Biri 4-dür, biri 7-dir, biri də neçədir? 21-dir. 3 dənə faildir, düzdürmü? Onların da nə olubdur? İkinci dəfə nüsxəsi çıxarılıbdır. Deməli, ümumiyyətlə, bunlardan əlavə də, bunların yəni əlavə olaraq ikinci dəfə nüsxəsi çıxarılıbdır. Onda bu 6 yenə 1, bu 12 yenə 2 klaster, bu 24 yenə neçə? 4 klaster. Düzdür? Bu da 4 klaster idi. İndi deyir ki, listə yazılmış neçə klasterə ehtiyac olar? Bax, 1 burada, 2 burada, 3, 3 ilə 2, 5, 5 ilə 4, 9, 9 ilə 4, 13, 13 ilə 1, 14, 16, 4 də burada 20. Deməli, bizə 20 dənə klasterə ehtiyac duyulur. A variantı. Düzgün cavab var. Bu sonuncu BB kateqoriyasında iyul ayında düşən imtahan sualı. 4, 7, 21 yazdınız. 10 niye yazdınız? 4, 7, 21 yazdım. Çünki deyir ki, informasiya həcmi listə tutduğu yerdə, belə listə tutduğu yer informasiya həcmindən çox olan faylların nüsxəsi çıxarılıbdır. Həmin fayllarda 4 bu olandı, bir bu olandı, bir də bu olandı. Onların nüsxəsi çıxarılıbsa, onlar ikinci dəfə yazılmalıdır. Çünki bir klasterə bir fayl yerləşir. Məni başa düşdünüzmü?
12 ilə 24-də də çoxdadır. 12 ilə 24-də belə deyək də 12 ilə 12-ni tutur. 24 24-ü tutur. Başa düşdünüzmü? Yəni artıq tutmur ki. Aydındır? Başa düşdünüz də? Aha. Davam edək qaldığımız yerdən. 28-ci sual əməliyyat sistemi ilə bağlı olan suallardır. Faylların hansı atributları var? Biz öyrənmişik ki, sistemdir, arxivdir, bir də gizli fayllardır. Başqa qaldı. Belə deyək də, sistem faylları var, arxiv faylları var, bir də gizli fayl, hidden. Bunlardır. Bu belə. Cavab oldu nə? B variantı. 29-cu sual deyir, hansı halda fayl mübadilə feylinə düşür? Bu sualla bağlı da biz dəfələrlə danışmışıq. Bu da elə imtahanlara əvvəllər düşürdü. Sözün açığı indi düşmür. Demək olar ki, yəni son illərdə görməmişəm. Amma istədim olsun da bir dənə bunu da təkrar eləyək. Niyə də təkrar düşməsin? 29-cu sualımızda görək nə istəyir indi. Deyir ki, hansı halda fayl mübadilə feylinə düşür? Bax, demişik, kat eləyəndə düşür. Yazmışam onu. Kopya eləyəndə düşür. Sürükləmə sözü varsa orada buferi yoxdur. Kontroldur. Basılı halda sürükləsə, shift basılı halda sürükləsə, eləcə sürükləsə orada buferi yoxdur. Məsələ budur. Bunu dəfələrlə demişəm sizə. Fayl kat eləyəndə, kopya eləyəndə, yəni copy, Ctrl C, kat eləyəndə isə Ctrl X. Onda düşür mübadilə feilini. Paste əmri buferə nəsə əlavə eləmir. Buferdən nəsə götürür. 30-cu sualımıza baxası olsaq biz görək 30-dan yeniyərik. Bir də hə 5-ci də düzdür istəyirəm. 5-ci bayaq onun altına düşüb. Orada nə oldu? Onda deməli 5 də düzdürsə 1, 3, 5. Ctrl-C ilə kopyanın qısa yoldaq. Bu sualımıza baxsaq, bu sual da keçən ilin iyun ayında imtahana düşmüş imtahan sualdır. Print məsələsi. Yaxınlarda yeni imtahana düşəcək. Bəlkə də sizin imtahana təşəbbüs eləyəcək ya da 16-sına. Deməli, baxsaq bu sualda nə edirik? Avqust ayına amma düşməyini gözləyirəm bu sualın. Deyir şəkildə print dialog pəncərəsindən bir fraqment verilib, 1-dən 10-a qədər səhifə nömrəsi olur. Bəzən elə olur ki, səhifə nömrəsi 1-dən 10 olur. Siz 1, 3, minus 7 yazır, bir də arxasından 12, minus 14 yazır. Siz bunlarla işiniz olmur onda, yaxşımı? Yəni, siz onu aşmamalısınız burada. Burada nə yazırsa, heç vaxt bu aralıqda onu aşamazsınız. İndi birdən ona qədər səhifələr verilib. 1, 3. Bunlar 1, 3, vergül 3, minus 7. Onun içindən də cütləri istəyir. Diqqət eləsəz. Even. Ümumiyyətlə, print məsələsində birinci bura, ikinci bura, üçüncü bura, dördüncü də bura baxırsınız. Bunun içində cütlər 4-dən 6-dır. 1 cüt deyil, 3, 7 cüt deyil. 4-dən 6, 2 dənə. 2-ni 1-ə böldünüz. 2, təzədən vana görə yenə 1-ə böldünüz. 2, 2 dəfə 6 elədi, 12. Başa düşdünüz yəni ki, mənim. Bizə deyirlər indi. Dayandıraq.